Salam, xoş gördük sizi hörmətli müəllimlər. Bugün biz sizinlə dil qaydalarının effektiv şəkildə öyrədilməsi haqqında danışacağıq. Dil qaydaları, qrammatika, fikri yazılı və şifahi formada savadlı şəkildə ötürmək üçün istifadə olunan sistemdir. Yəni, insan qrammatik cəhətdən savadlı olmazsa, onun nitqi də savadlı olmaz. Qrammatika yalnız xolastik əzbərə dayanan qaydalar, orfoqrafiya və punktuasiya demək deyil. Qrammatika ən əsas cümləni düzgün qurmağa, fikri ardıcıl, məntiqli ifadə etməyə xidmət edir. Azərbaycan dili dərslərində dil qaydalarını öyrədilərkən, müəllimin məqsədi şagirdlərin qaydaları yalnız mexaniki şəkildə yadda saxlamaları və ya onların səhvlərini düzəltmək olmamalıdır. Məqsəd qeyd etdiyimiz kimi, şagirdin savadlı yazılı və şifahi nitqinə nail olmaqdır. Yalnız bu zaman demək olar ki, dil qaydaları effektiv tədris edilir. Müəllim dil qaydalarının tədrisi zamanı nəyə diqqət yetirməlidir? Müəllim ixtisas savadlığını daim artırmalı, köhnə məzmunun yeni üsullarla necə öyrədilməsi yollarını öyrənməlidir. Qayda şagirdə funksional şəkildə öyrədilməlidir. Yəni, şagird bilməlidir ki, bu qaydaları həyatı boyu harda və necə istifadə edəcək. Şagird nəyi, necə və harada istifadə edəcəyini bilərsə, onun öyrənməsi daha səmərəli və məntiqli olur. Qrammatika kontekstdə öyrədilməlidir. Şagirdlərə kontekst daxilində dilin qrammatik xüsusiyyətlərini öyrətmək, onun prinsiplərinə daha çox yiyələnməsinə səbəb olur. Məsələn, amonimlər mövzusu tədris olunursa, şagirdlərin sözlərin amonim olduğunu, hansı nitq hissəsinə aid olduğunu əzbər bilməkdənsə, kontekstdə eyni sözün müxtəlif mənalarda necə işləndiyini görməsi daha məqsədə uyğundur. Yəni, sözü yerində işlədə bilmək, onun hansı nitq hissəsinə aid olduğunu bilməkdən daha praktik məsələdir. Qaydalara məntiqi cəhətdən yanaşmağı öyrətmək. Məsələn, durğu işarələrinin harada və necə işləndiyini əzbər öyrətməkdənsə, durğu işarəsinin funksiyasını öyrətmək daha məqsədə uyğundur. Belə olanda şagird istənilən situasiyada hansı durğu işarəsindən istifadə edəcəyini biləcəkdir. Məsələn, bir nümunəyə diqqət yetirək. Məktəbdə adətən bağlayıcılardan sonra və əvvəl vergülün işlədilməsi qaydalarını öyrədərkən, biz müəllimlər bir sıra məsələləri əzbərlədirik. Ki, bağlayıcısından sonra vergül qoyulmalıdır, çünki bağlayıcısından əvvəl vergül qoyulmalıdır və s. Əslində isə burada qoyulan vergülün bağlayıcı ilə əlaqəsi yoxdur. Bu qayda tamamilə vergülün funksiyası ilə bağlıdır. Vergülün nitqdə funksiyası fikri bölmək, sərhədləndirmək və bununla da yazını oxuyan şəxsə informasiyanı düzgün çatdırmaqdan ibarətdir. Ki, bağlayıcısı işlənməsə belə, mürəkkəb cümlədə 2 və daha artıq fikir olduğuna görə vergül işarəsindən istifadə olunacaq. Ekranda siz eyni cümləni ki bağlayıcılı və bağlayıcısız görürsünüz. Gördüyünüz kimi, ki bağlayıcısı olmasa belə 2 fikir olduğuna görə vergül qoyulacaq. Bilirdim, gələcəksən. Qaydanın bu şəkildə öyrədilməsi şagirdlərə qeyri-standart vəziyyətlərdə onlardan məqsədə uyğun şəkildə istifadə etməyə şərait yaradacaqdır. Məsələn, belə bir cümləyə diqqət yetirək. Talib Həsənovu çağırdı. Talib sözündən sonra vergül qoyulsa və qoyulmasa, informasiya necə anlaşılar? Gördüyünüz kimi, verilmiş cümlədə vergül qoyulmazsa, informasiyanı o, Talib Həsənovu çağırdı kimi anlayacaq. Halbuki yazan şəxsin məqsədi Həsənovu çağıranın Talib olduğunu bildirməkdir. Beləliklə də qaydalara məntiqi cəhətdən yanaşmaq şagirdlərin onlardan səmərəli və məqsədə uyğun istifadəsinə şərait yaradacaqdır. Daha bir diqqət yetiriləcək məqam qaydaları sistemli şəkildə öyrətməkdir. Sistem deyərkən, hər hansı bir nitq hissəsinə aid olan xüsusiyyətləri ardıcıl öyrətmək nəzərdə tutulmur. Şagirdin yaş səviyyəsinə uyğun olaraq, nitqində istifadə edə biləcəyi məsələlərin sistemli şəkildə öyrədilməsi nəzərdə tutulur. Cümlə strukturu, durğu işarələri, sözlərin yerində istifadəsi və s. bu kimi məsələlər sistemli şəkildə öyrədilməlidir. Fənn kurikulumlarında da məhz buna riayət edilir. Hörmətli müəllimlər, kiçik yaşlarında şagirdlərə qrammatikanın öyrədilməsini akademik biliklərin verilməsindən çox əyləncəli öyrənməyə çevirin.
mətn tərtib edərkən, fikri ifadə edərkən və s. kimi situasiyalarda şagirdləri məqsədli şəkildə müxtəlif qaydalardan istifadəyə yönəltmək tövsiyə olunur. Yuxarı sinif şagirdlərinə isə öyrəndiklərini həyatda harada və necə tətbiq edəcəklərini göstərmək üçün istər yazı yazarkən, istərsə də danışarkən mövzuların həyatdan götürülməsi, öyrəndiklərinin həyatla əlaqəli olduğunu nümayiş etdirilməsi tövsiyə olunur. Əziz müəllimlər, şagirdlərdə daxili motivasiya o vaxt yaranır ki, onlar öyrəndiklərinin əhəmiyyətini və nə üçün öyrəndiklərini anlayırlar. Nə öyrədiriksə öyrədək, şagirdlərdə həyati bacarıqlar və 21-ci əsrin insanı üçün lazımi kompetensiyalar formalaşdıraq. Bu, onların gələcək həyatında daha əhəmiyyətli olacaqdır. Diqqətinizə görə minnətdarıq.